Salam dostlar. Təzə bir katyol yığmışam. Dərəcəsinə də baxa bilərsiniz. Allah şahiddir ki, rovno 20 dəqiqədə işləyir. Yağla düzəltmişəm bunu da. Fanımız da yarı xotdadır. Düz 20 dəqiqədir ki işləyir. Artıq 80 dərəcəni yığıb. Hələ tam qurtarmayıb işləri. İndi üst qapağı qalıb. Bunu hələ belə qoymuşam yoxlamaq üçün. Bu da ki, yağla düzəltdiyim peşlərdən də balaca balon olanlardan yoxlamaq üçün qoydum, altına yandırdım. Hələ ki burada məsafə çoxdur. İçində. Bunun məsafəsi hardasa 10 sm olacaq. Və əgər o boydan məsafə ilə 20 dəqiqəyə su 80 dərəcə olursa, məsafəsi azalandan sonra çox güman ki, o 10 dəqiqəyə düşəcək. Suya da baxa bilərsiniz. Hələ ki, soyuq dəmir, soyuq su. Bu dəmirin qalınlığı rovno 1 sm-dır. Kim belə katyollar istəyərsə, yağla işləyən müraciət edə bilər. Profildə nömrəmiz var. Yenə də həmin 6 amperlik fan. Qalınlığını da ki, sizə göstərim həmin dəmirin. Bax, bu onun qapağıdır. Qalınlığı budur, təmiz 1 sm. Bunu inşallah indi qarılkasın öz qapağından düzəltirəm ki, daha da dözümlü olsun, uzun müddətli olsun. Bu da suyun qaynamağıdır, artıq 80 dərəcəni keçir. Hələ ki, yağı 1 litr tökmüşdüm, 1 litr də baçoko tökmüşəm. 1 litr içini tökmüşdüm, 1 litr də baçoko. Baçoko indi tökmüşəm, açmışam 2 dəqiqəcə dolar belə. İnşallah öz qarılkası düzəlindən sonra daha da tez qaynayacaq. Üstü altılığı dəmirdəndir. Alt qapağı 4'lük dəmirdəndir. Su tutumu da 55 litrdən çoxdur. Hardasa 60 litrə yaxındır. Belə götürəndə hardasa 250 kvadrat üçün nəzərdə tutulub bu. Daimi işlək vəziyyətdə qalsa yağla 15 dəqiqəyə demək olar ki, pastiyanlı su qaynayacaq. Hələ ki, xoda alınacaq bunun. Yarı xoddadır, hələ çoxdur onun üçün. Baxın, 1-2 dəqiqə ərzində artıq 90 olur istilik. Su da tam istidir. Hələ ki, istiliyi çoxdur. Hələ ki, o qədər istiliyi var ki, bacaya əl vurmaq olmur. Çox istidir baca. Bu giriş hissəsidir. Bu çıxış hissəsidir. Bu da dərəcəyə baxmaq üçün. Artıq baxın 90 dərəcədir.